Dostlar salam. Bugün kublarla bağlı belə bir sualın izahına baxaq. Kubun düzgün açılış formasını istəyir. C variantına biz diqqətlə baxsaq, burada 7 dənə üz var. Amma kubun ümumi 6 dənə üzü olur. A və B variantlarına biz diqqətlə baxsaq, burada məsələn A variantında bu üzün qarşı üzünü həm burada göstərir, eyni zamanda bu üzün qarşı üzünü burada da göstərir. Amma kubda biz bilirik ki, bir üzün bir dənə qarşı üzü olmalıdır. Eyni zamanda B variantında həmin hal təkrarlanır. Bu üzün qarşı üzünü həm burada verib, eyni zamanda bu üzün qarşı üzünü həm burada da verib. Yəni 2 dənə üz ola bilməz. D variantında isə dörtlük formaya baxsaq, 4 dənə sütun formasında verilibsə bizə üzlər. Digər 2 dənə üz, biri burada, digəri bu biri tərəfdə olmalıydı. Ona görə D variantı səhvdir. E variantında isə biz burada bu kubu götürüb üzü daha doğrusu sol tərəfə aşırtsaq, bunu da buradan silsək və fikir versək, həqiqətən də dörtlük, 2 digər üz isə biri burada, digəri bu tərəfdə. Təbii ki, düzgün kubun açılışını vermiş olur.